Bu Leyladır. O, 14 yaşı olanda çox şey arzulayırdı. Məktəbi bitirmək və universitetə daxil olmaq, hüquqşünas olmaq və insanların hüquqlarını qorumaq, dünya səyahət etmək, sevib ərə getmək, ağ paltarı xəyal edirdi, toy və çoxlu uşaqlar və onun arzuları reallaşmağa başlayırdı. Lakin Leylanın istədiyi kimi yox. 15 yaşında valideynləri Leylanı uzaq qohumuna ərə getməyə məcbur etdilər. Arzu etdiyi kimi toy da oldu və ağ, uzun paltar da geyindi. Lakin bu Leylanı qəti sevindirmirdi. Onun həyat yoldaşı sadəcə bir neçə yaş Leyladan böyük idi. Bir-birlərini heç sevmirdilər və heç biri başa düşmürdü ki, ər-arvad olmaq nə deməkdir, ailə nədir. Yəqin ki, onlar bəlkə də dost ola bilərdilər. Lakin evlilik onun şən, gənc həyatına son qoyduğu üçün o bütün qəzəbini Leyladan çıxırdı. Leyla çox bədbəxt idi. Tezliklə hamilə oldu. Ümid edirdi ki, uşaq doğulandan sonra fikri dağılar, uşaqla məşğul olar və biraz xoşbəxt olar. Lakin hamiləlik dövrü çox ağır keçirdi və Leyla uşağı itirdi. Məlum oldu ki, artıq heç vaxt dünyaya uşaq gətirə bilməyəcək. Həkim Leylanın anasına dedi ki, bunların hamısı onun orqanizminin hamiləliyə və doğuşa hazır olmamasından irəli gəlib. Lakin anası müasir təbabəti və paxıl qonşuları günahlandırırdı. Deyirdi ki, əsrlər boyu qızlar 15 yaşında uşaq sahibi olurdular və heç nə baş vermirdi. Uşağı itirdikdən sonra həyat yoldaşının valideynləri boşanmaq üçün ərizə verməyi ona tapşırdılar. Onlara dünyaya uşaq gətirə bilməyən gəlin lazım deyildi. Axır ki, Leyla öz evinə qaydası oldu. Lakin anası və atası Leyla ilə soyuq davranırlar. Düşünürdülər ki, o onları biabır etdi. Anası bu vəziyyətdə Leylanın heç kimə lazım olmadığını düşünüb tez-tez ağlayırdı. Evləndiyi üçün o məktəbi buraxmaq məcburiyyətində qalmışdı və Leyla indi heç vaxt hüquqşünas ola bilməyəcəkdi. Leyla arzu edirdi ki, başqalarının hüquqlarını müdafiə etsin, lakin özü valideynlərinin iradəsi və təzyiqi qarşısında hüquqsuz qaldı. Leyla 14 yaşı olanda çox şey arzulayırdı. İndi onun 17 yaşı var və o sadəcə bir şey arzulayır. Yaşamaq arzusu özünə qayıtsın. Lakin o inanmır ki, bu arzu nə vaxtsa həyata keçəcək. Bu günlərdə Leylanın kiçik bacısının 15 yaşı tamam oldu və valideynləri danışırdılar ki, artıq onu ərə vermək lazımdır. Erkən nikahlar uşaqların hüquqlarının pozulması deməkdir. Onlar qızların fiziki və psixoloji vəziyyətlərinə mənfi təsir göstərir və onların taleyini məhv edir. Yetkinlik yaşına çatmayan qızlarınızı ərə vermədən öncə bunlar barədə düşünün. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi yetkinlik yaşına çatmamış şəxsləri nikaha daxil olmağa məcbur etməyə görə cinayət məsuliyyəti nəzərdə tutur.